Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Köroğlu dastanı ilə bağlı təqdim etdiyimiz sınaq testin video izahını təqdim edirəm. Baxaq, birinci testdə deyir ki, Köroğlu eposu ilə bağlı verilən fikirlərdən doğru və yanlış olma baxımından biri digərlərindən fərqlənir. Demək, sualdan anlaşılır ki, A, B, C, D, Y variantlarından ya 4'ü düz, biri yanlış ya da əksinədir. Baxaq cavablara. A'da deyir ki, Köroğlu eposunun iki qolunda onun əmudunun adı çəkilir. Bəli, bu doğru fikirdir. Demək, iki qolda Köroğlunun əmudunun adı çəkilir. Bu doğru fikir. Bunların biri Durnateli qolundadır. Durnateli qolunda Həmzə əmuddan Gizroğlunun təpəsindən vurur. Bir də Həmzənin qıratı qaçırması qolunda Köroğlunun yaraqlarından biri əmudunu da özü ilə götürür. Demək, A doğrudur. Köroğlu, B'dedir ki, Köroğlu epos boyu Çanlıbel'de yaşayan iki obrazın xəyanəti üzləşir. Bu da doğru fikirdir. Bu obrazlardan biri Mehter Murtuz'dur. O biri də düzdür, qısa müddət olsa da, bir ay təxminən olsa da, Həmzə də Çanlıbel'de yaşamışdır. Bir də onun xəyanətidir. Yəni, bu da doğru fikirdir. Əgər A, B doğru fikirdirsə, demək hansısa qalan variantlardan biri yanlış olmalıdır. Qırat qaçırılandan sonra Hasan Paşanın tövləsində saxlanılırdı. Bəli, bu da doğru fikirdir. Bunun qarı Köroğluya çatdırır bu xəbəri. Deyir ki, Həmzənin qıratı qaçırması qolunda Köroğlunun qalanın 3-cü yolundan qayıtmasına səbəb yolun çox çınqıllı olması olur. Bax, bu cavab yanlışdır. Çünki bu ikinci yol haqqında idi. Yolun çox çınqıllı olması. 3-cü yolda cəsədlər çox olur. Ona görə geri qayıdır. Demək, cavabımız olacaq D bəndi. Yedirir ki, Köroğlu epos boyu 2 dəfə at dalınca gedir. Bir dəfə digər atından, yəni dür atdan istifadə edib. İkinci dəfə isə payı piyada gedir. Bu doğru fikirdir. Baxaq 2'yə. 2'də deyir ki, Toqata gedərkən Köroğlunun yarağı. Köroğlunun Toqat səfərində orada elə deyir ki, Köroğlu nələri götürdü, getdi. O götürür misri qılıncını, sonra götürür qalxanını, sonra götürür kürkünü, sonra götürür əmudunu, bir də götürür sazını. Demək, 1, 3, 4, 6 və 8 cavab olur C bəndi. Və 3-cü testimizə baxaq, görək 3'də nə deyir. 3'də deyir ki, Durnateli qolu ilə bağlı verilmiş cədvəldə uyğunsuzluqları müəyyən eləyin. Doğrudur və yanlışdır da uyğunsuz olanları. Deməli, uyğunsuzsa doğrudur da burada yanlışı tapmalıyıq. Burada da doğrunu müəyyənləşdirməliyik. İgidin başı qalda gərək. Atalar sözünü Köroğlunun nitqindən eşidirik. Xeyr, bu düzdür, Köroğluya məxsusdur ifadə. Amma Durnateli qolunda Köroğlu onu düşünür, dilə gətirmir. Yəni, orada lap əvvəldə deyir ki, Eyvaz deyəndə Durnateli gətirmək üçün icazə istəyəndə Köroğlu deyir, əvvəlcə istəyir icazə verməsin, sonra düşünür ki, igidin başı qalda gərək, qoy getsin. Yəni, nitqindən olduğuna görə bu yanlışdır. Yanlış olduğuna görə, doğruya yazıldığına görə, deməli cavabımızın biri bu, bir olacaq, uyğunsuz olduğuna görə. 2'dədir ki, düşmən ordusu ilə mübarizə zamanı dəliləri yoran piyadalıq olur. Bəli, doğruya yazılıb, bu doğru fikirdir. Çünki atlarını onların əvvəlcədən tutmuşdular. Dəlilər piyada qalır, qoşun çox. Onlar yorulurlar və düşmən də dəliləri bir-birindən ayrı salıb, üçünü də həbs eləyirlər, tuta bilirlər. Ona görə 2 doğru fikirdir. 3'də deyir ki, bu qolda bəyənilməyən atın baxımı digər qolda Keçəl Həmzəyə tapşırılır. Bu qolda bəyənilməyən at Qırat idi. Onu bilirik, çünki Qırat özünü axsaqlığa qoyur, onu bəyənmirlər. Və digər qolda Keçəl Həmzəyə tapşırılır isə yanlış fikirdir. Çünki Keçəl Həmzəyə Qıratı yox, dür atı tapşırırlar. Yanlışdır. Ona görə deməli bizim cavabımızın biri də 3 olmalıdır. Demək, doğrulara aid fikirlərdən 2 doğru, 1, 3 yanlış oldu. Biz də uyğunsuzluqları axtardığımıza görə 1-dən 3'ü götürürük. İndi digər cavablara baxaq, yanlışdan doğrunu götürməliyik. Köroğlu bu boyda ifa etdiyi gəraylıların birində Aslan Paşa'ya iltimas eləyir. Bəli, bu var. Çünki deyir ki, Köroğlu iltimas eylər, paşa qoy gəlsin Eyvazı. Bax, orada Aslan Paşa'ya iltiması var, doğrudur.
Amma yanlışa yazıldığına görə uyğunsuzdur. Ona görə cavabımızın biri də bu olacaq. Yəqin ki, elə cavab 1, 3, 4 A bəndi olacaq. Amma digərlərinə baxaq. Köroğlu Bağdada tək başına girmək qərarına özü gəlmişdi. Xeyr. Bunu qoca piçinçi Köroğluya məsləhət görür. Dəlilər durna teli gətirməyə gedərkən Eyvaz Qırat və Misri qılıncla yaraqlanır. Xeyr. Qıratı Eyvaz minir, amma Misri qılıncı Dəmirçioğlu götürür. Yanlışdır. Yanlışa yazıldıqlarına görə 5 və 6 doğru fikir olur. Və beləliklə cavabımız 1, 3, 4 uyğunsuz olan fikirlər kimi bunları götürürük. 4-ə baxaq. Klasterə əsasən uyğun fikirləri müəyyən eləyin. Bu klasterə yəqin ki, dəfələrlə rast gəlmisiniz. 1, 2, yəqin ki, baxırıq burada C və yaxud da D olmalıdır. Mehdər Murtuz və Bolubay. Biz də bunu fikirlərə əsasən müəyyənləşdirməliyik. Gecə vaxtı qoşunun tələyə düşəcəyindən narahatdır. Bu aiddir Mehdər Murtuza aid. Çünki Mehdər Murtuz Çənlibelə ki, Bolubay ilə birlikdə gəlirlər. Mehdər Murtuz deyir ki, gecədir, qoşunu tələyə salarıq. Çənlibelə çatmışıq artıq, gözləyək. Narahat olan, demək bu fikir Mehdər Murtuza aiddir. 2-də deyir ki, qoşun böyüklərinin onu məzəmmət etdiyi məqamla rastlaşırıq. Bu Bolubəyə aiddir. Bolubəyi qoşun böyükləri Köroğlunu buraxanda onu məzəmmət eləyirlər ki, niyə buraxdın? Gedib indi üstümüzə qoşundan gələcək. Bu Bolubəyə aiddir. Yəni demək belə qoyaq C-yə, bir də D-yə baxaq. C-yə aid oldu A, D-yə aid oldu B. Y-də deyir ki, nitqi, qul xətası olmaz, ağa kərəmsiz. Mərd bastığını kəsməz. Bu da Bolubəyin fikridir. Köroğluya deyir, Köroğlu ilə döyüşəndə. F-də deyir ki, Köroğlu öz qoşmasında igidin olmazmı qılınc qalxanı misralarını ona ünvanlayır. Burada igidin olmazmı qılınc qalxanı, Bolu, mən Köroğlu deyiləm. İnan Bolu, mən Köroğlu deyiləm. Həmin qoşmadandır. Amma bu qoşmanı əgər dastan yadınızdadırsa, o qoşmanın 1-ci, 2-ci bəndini Köroğlu Bolubəyə deyir. Amma məhz bu bəndi Mehdər Murtuza müraciətində deyir. Ona görə F aiddir C-yə. A, F aiddir C-yə. Y-də Köroğlu onu namərd adlandırır. Bəli, bu da Köroğluya aiddir. Demək, əgər bir C olsa A, F, D olsa B, Y, G cavabımız olar. Baxaq, burada cavabda ancaq bir D, A, F, G, A-dan F aid deyil. Ona görə C-yə baxırıq. B, G. Cavab olur C. Çünki 1-ə C və 2-yə də A və F variantları bu uyğun gəlir. Ona görə düzgün cavabımız olacaq C bəndi. Demək, bu 4-cü idi. 5-ci testimizə baxaq. Görək 5-də nə deyir? 5-də deyir ki, Düratın itməyi qoluna əsasən düzgün verilmiş hadisələrin ardıcılığını müəyyən eləyin. Demək, burada iki şeyə diqqət eləməliyik. Düzgün hadisələr, sonra da onun ardıcılığına. Əvvəlcə burada baxaq görək, düzgün və yanlış olan hadisələr hansıdır. Birdə deyir ki, Köroğlunun sözlərindən şübhələnən Qara xanın ürəyinə üşütmə düşür. Bəli, bu doğru fikirdir, bu var. 2-də deyir ki, Köroğlu yandırır məni yandırır gəralisində Düratı qırat qədər qiymətləndirir. Bəli, bu da doğrudur. 3-də deyir ki, qoruqçu Qara xana İlxının qoruğa dolması xəbərini gətirir. Xeyr, Qara xana İlxının qoruğa dolması xəbərini nökərlər gətirir. Ona görə bu yanlışdır. 3-ü çıxırıq. 4-də deyir ki, Köroğlu Qara xanın mehdərini Dəmirçioğluna xeyr, Dəmirçioğluna yox, Dələsənə tapşırır. Deməli 4-də yanlış fikirdir. 5-də deyir ki, Qara xan Köroğluya İlxiyə baxmaq təklifini verir. Bəli, bu var, bu doğru fikirdir. Və 6-da Köroğlu Qara xanın mehdərinə at, qılınc və qalxan bağışlayaraq dəlilərinə qatır. Xeyr, atla qılınc var, amma qalxan yoxdur. Orada qalxan adı çəkilmir. Ona görə yanlış fikirdir. Demək, düzgün fikirlər oldu 1, 2, 5. İndi biz 1, 2, 5 fikirindən düzgünləri seçəndən sonra bu hadisələrin ardıcılığına baxırıq ki, bunlardan hansı əvvəl olub. Bunlardan birinci bax budur. Köroğlu yandırır məni yandırır gəralisində Düratı qırat qədər qiymətləndirir. Deməli birinci 2-dir. Sonra Köroğlunun sözlərindən şübhələnən Qara xanın ürəyinə üşütmə düşür. Bəli, bu artıq Köroğlu Qara xanın yanına gedəndən sonra bir var.
Sonra 5-də deyir ki, Qarı xan Koroğluya İlxiyə baxmaq təklifini verir. Amma bu 1-dən əvvəldir. Deməli 2-dən sonra 5 gəlir. 5-dən sonra Qarı xanın şübhələnməyi 1 var. Demək düzgün hadisələrin ardıcıllığı belə olur 2, 5, 1. Yəni Y bəndi. 6. Uyğunluğu müəyyən eləyin. Bizdə cədvəl verilir. Uyğunluq 1, 2, 3, demək 1, 2, 3 və 1, 2, 3, 4, 5, 6 rəqəmlər. Və burada obrazlar verilir. Və bir də şeir parçaları var. Biz bu şeir parçalarını kimə aid olduğunu müəyyənləşdirməklə düzgün uyğunluğu tapa bilərik. Baxaq burada tumarlaram axşam səhər, götür buradan qaç bir təhər. Bu Koroğluya aiddir. Koroğlu ata müraciətdən deyir. 7 deyir ki, alış-veriş öyrənibsən, bu sevdan mübarək olsun. Bu Eyvaz Koroğluya deyir. Demək bu Eyvaza aiddir. O birisində deyir ki, sənin kimi başa çatan elin qədrini nə bilir? Bax, bu Nigarın dilindən verilən gəraylıdır. Bağçalar olmasın barsız, heyvalar olmasın barsız. Bağçalar olmasın narsız, heyvalar olmasın barsız. Bu da Nigarın sözləridir. Nigarın dilindən söyləndir. Sən Eyvazı qoydun xəstə, get cömərtdən mətləb istə. Bu Eyvazın sözləridir. Geydiyin igid kürküdür, dünya Süleyman mülküdür. Bu da Koroğluya aid fikir. Biz ardıcılığı demək buna uyğun müəyyənləşdirməliyik. Baxırıq bu verilən adların içində Koroğlu birinci gəlib. Deməli 1 Koroğlu, yəni B. Koroğluya aid fikirlər burada 1-in içində gəlməlidir. Bu D-dir, D. Və 2-yə də uyğun olmalıdır. Koroğlu'nun ikinci sözü hansıdır? Qeydiyim, bu Koroğlu'dur. N yazdım qarşısından. Koroğlu deyib N yazmışam. Üzr sayın. Deməli Z. Burada uyğun gəlir Z. 2, 3-lə 4-ə görə hansı uyğun gəlir? Koroğlu'dan sonra Eyvaz var. Deməli bu Ç bura uyğun gələcək. Ç və Eyvaza uyğun fikir şeir parçalarda 3 oldu. 4 də Eyvaz J oldu. Və o birisi də Nigar xanım K'dır. Bu Ç'ni bura yazmalıyıq. K'dır Nigar xanıma aid şeir parçalarda oldu. Ə və İ. Bax, indi buna uyğun variantı artıq rahatçılıqla biz tapa bilərik, baxırıq. Bir də B, burada hamısına birə B yazılıb, amma DZ budur. Demək, cavabımız olacaq B bəndi. Və baxaq 7-yə. 7-də deyir ki, biri doğru sayıla bilməz. Baxaq, doğru sayıla bilməyən nədir? Dastandakı Eyvaz gənc və igid obrazdır. Bu adda bir obraz başqa bir əsərdə də vardır. Lakin həmin əsərdə gənc deyil, yaşlı və şikəstdir. Bəli, bu doğru fikirdir. Bu birsiz kimdir? Bu, demək, buradakı Eyvaz, Koroğlu'dakı Eyvaz gəncdir, igiddir. Eyvaz adda bir obraz İlyas Əfəndiyevin Xurşudbanu Nativan əsərində var. Həmin əsərdəki Eyvaz yaşlıdır və kördür. Çünki onun gözlərini Şahzadə kör eləmişdi. Sonda da Eyvaz öz intiqamını ala bilir. Demək, A doğru fikirdir. B-yə baxaq. B-də deyir ki, dastanda yuxu görmə və onu yozma kimi bir epizod var ki, bu bizə yazılı şəkildə gəlib çatmış, eyni janrlı və eyni mövzulu digər bir əsərdə də özünü göstərir. Bəli, Dədə Qorqudda da bu var. Yazılı şəkildə gəlib çatan eyni janrlı, yəni eyni janrı, eyni dastan, eyni mövzulu, yəni qəhrəmanlıqda o da digər bir əsərdə özünü göstərir. Yəni doğru fikirdir bu da. C-də deyir ki, dastan əsas qəhrəmanına aid olan əşyalardan birindən 20-ci əsr ədəbiyyatına aid olan başqa bir əsərdə bəhs olunur və həmin əşyanın xüsusiyyətləri olduğu kimi saxlanılır. Bu da doğru fikirdir. Bu misli qılıncdır. 20-ci əsrdə Səməd Vurğunun Vaqif dramında, Vaqif əsərində elə həmən misri qılıncı bir qoca gətirib qaçaq Eldara bağışlayır. Və elə bu əşyanı, yəni misri qılıncın Koroğludan qalma mərdlik nümunəsi kimi qələmə verir. Doğru fikirdir.
D-də deyir ki, dastanda əks olunan varlı, kasıb, zəngin, yoxsul münasibətləri yazılı ədəbiyyatımızın bir sıra nümunələrində də əks olunub. Lakin bir əsərdə dastandakı kimi varlı şəxs özünü daha güclü hiss etdirmək üçün qarşısındakını öldürmək fikrinə düşür. Nəticədə kasıb onu öldürür. Lakin özü də öldürülmüşdür. Bu da doğru fikirdir. Bu da Hüseyn Cavidin ana əsərində varlı, kasıb, zəngin, yoxsul. Ana əsərində yadınızdadır, yəni ki, ana əsəri Orxan obrazı, Qampoladı. Orxan özünün lovğalanır, özünün var dövləti ilə, zənginliyi ilə, ad-sanı ilə lovğalanır, amma sonda Qampolad onu öldürür. Qampolad onu öldürür, o Qampolad da öldürülür, amma Qampolad da həmin o Orxanı öldürür. Demək, bu da doğru fikirdir. 7-dir ki, dastanda əsas qəhrəmanın bir yerə gedərkən evini etibar etdiyi obrazın adı bir sıra digər ədəbiyyat nümunələrində çəkilir və onların yalnız birində həmin obraz müsbətdir. Bu yanlış fikirdir, çünki dastanda əsas qəhrəmanın bir yerə gedərkən, Koroğlu bir yerə gedərkən evini Dəli Həsənə etibar eləyir. Bir sıra digər əsərlər də var, amma yalnız birində müsbət olmaq fikri yanlışdır. Ona görə cavabımız olacaq Y bəndi. İndi baxaq 8-ci testdə, görək 8-də nə deyilir. 8-də deyir ki, verilən obrazlarla bağlı uyğunsuzluğu müəyyən eləyin. A. İlk dəfə atasının intiqamını almaq üçün silaha əl atan bu obrazın haqsızlığa və ədalətsizliyə qarşı olan nifrəti onu mübarizə yolundan dönməyə qoymur. Koroğlu. Bəli, bu doğru fikirdir, uyğundur. Yəni ilk dəfə atasının gözünün çıxarıldığına görə Koroğlu atasının intiqamını almaq üçün silaha əl atır, amma sonradan artıq o haqsızlıq, ədalətsizlik onu mübarizədən dönməyə qoymur. B-də deyir ki, təvazökarlığı ilə seçilən bu obrazın atı düşmən tərəfindən qiymətləndirmə zamanı bəyənilir. Bəli, Bəlli Əhməd, bu da Durna Teleqolunda Bəlli Əhmədin atını da bəyənirlər, sonra Dəmirçioğlu'nun da atını bəyənirlər, amma Qırat özünü axsaqlığa vurduğuna görə o bəyənilmir. Demək, bu da doğru fikirdir. C-də deyir ki, təmkinli və tədbirli olması ilə seçilən bu obraz Koroğlu'nun sözündən inciyərək Çənlibeldən getmək fikrinə düşür. Dəli Həsən, bəli, bu da doğru fikirdir. Yəni, bu da dastanda bu da qeyd olunub, küsüb getmək istəyən dəlilərin arasında Dəli Həsən də var. D-də deyir ki, səbirli və dözümlü olması ilə seçilən bu obraz 3 gün 3 gecədir ki, yatan Koroğlu'nun könlünü Nigarlı Eyvazın ala biləcəyi qənaətindədir. Xeyr. Bəli, bu düzdür, amma bu İsabaliyə yox, Dəmirçioğlu'na aid. Yanlış fikirdir, uyğunsuzdur. Ona görə cavabımız olacaq D. Amma Y-yə də baxaq. At minməkdə bir o qədər də çox səriştəsi olmayan bu obraz Koroğlu'ya verdiyi sözü tutur. Bəli, Keçəl Həmzə tutur. 9. Baxaq, müqayisə cədvəlindəki uyğunluğu göstərin. Birinci, burada deyir ki, çətin Qoç Koroğlu qorxa üşünə, yetər yağların 7-5-inə, hayqıranda yatar qırat döşünə, bağlayar qolunu gəlsə Qaraxan. Və ikincidə deyir ki, qamışlıqların aslanına yedirtdinmi? Ağ əllərini qollarından bağlatdınmı? Xanım ana, bəy ata deyib ağlatdınmı? Bu Dədə Qorqud dastanından da sözlərdən məlum olur. Uyğunluğu, yəni düzləri seçməliyik. Birinci, 1-2 aiddir Koroğlu'dan olan hissənə. Burada deyir ki, aid olduğu nümunə şifahi xalq ədəbiyyatına aid olsa da dövrümüzə yazılı şəkildə gəlib çatmışdır. Xeyr, yazılı gəlib çatan Dədə Qorquddur. Ona görə bu uyğun deyil. 2-də deyir ki, məzmunca yazılı ədəbiyyatdakı Fəxriyyəyə bənzəyir. Bəli, bu uyğun ola bilər, çünki burada Koroğlu özünü tərifləyir. Bu uyğundur. Cavabımızın biri olacaq 2. 3-də deyir ki, yəni Dədə Qorquda aid olan parçada deyir ki, aid olduğu nümunə nəzmlə nəsrin növbələşdiyi janra aiddir. Bəli, dastandır nəzmlə nəsrin növbələşməsidir, amma burada ortaq fikirlər var. Bu ortağa aid olmalıydı. Ona görə yanlışdır, bunu götürmürük. Məzmunca yazılı ədəbiyyatdakı ağı şifahi ədəbiyyatdakı mərsiyə ilə səsləşir. Xeyr, burada ağılıq, mərsiyəli bir şey yoxdur. Bu da yanlış fikirdir. Orta fikirlərə baxaq. Ədəbiyyatın eyni qoluna,
eyni ədəbi növünə, eyni janrına aiddir və eyni dövrə aid nümunələrdir. Eyni qoldur, şifahi ədəbiyyat qoludur, eyni ədəbi növdür, yəni qarışıq növdür, eyni janr dastandırlar hər ikisi, amma eyni dövrə aid nümunələr deyil. Ona görə bu da yanlışdır. Çünki Dədə Qorqudun dövrü qədim dövrdür, amma bu Koroğlu orta dövrdür. 6-da deyir ki, yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamayan qoluna, bu da yarandığı dövrün dil-üslub xüsusiyyətini qoruyub saxlamayan Koroğludur, saxlayan Dədə Qorqud. Heç dalını oxumadan biz bunun da yanlış olduğunu görürük, çünki ortaqdır bu. Ona görə də yalnız 2 uyğun fikirdir və cavabımız olacaq yalnız A bəndində verilən fikirlər. Və davam eləyək, indi baxaq. Baxaq test 10-a. Burada deyir ki, aşağıda verilən şeir nümunələrinin kimə müraciətlə oxunduğunu nəzərə alaraq ardıcıllığı müəyyən eləyin. Ardıcıl şeirlər kimi oxunur. Baxaq, birinci deyir ki, Koroğlu bir igid, əsli zatı var. Həm namusu arı, həm qeyrəti var. Bunu Koroğlu özü deyir Boluya, Bolu bəyə. 2-də deyir ki, olan yoxdur mənim dərdimdən ahlı, heç başımdan getməz onun xəyalı. Bunu Dünya xanıma deyirlər, amma İsabalı deyir. Biz də müraciətə nəzərdə alırıq, yəni kim deyib yox, kimə deyilib. İkinci Dünya xanıma deyilir. 3-də deyir ki, Koroğlu deyiləm yırtma yaxını, bunu da Koroğlu Mehdər Mursa deyir. Eyvazım 15 yaşında, qüdrət qələmi qaşında, Koroğlu bunu Nigar xanıma deyir. Və Koroğluyam, tək qalmışam, qollarımı bağlatmışam, bunu da Koroğlu yenə Xoca Əzizə deyir. Bax, indi buna uyğun ardıcılığı müəyyənləşdirək. 1 Boluya deyir. Demək 1 olacaq. Bolu bəy, hardadır burada? Ə. 1 getdi Ə. Sonra 2 getdi Dünya xanıma F. Sonra 3-ə getdi Mehdər Murtuza C. 4 Eyvazım 15 yaşında Nigar xanıma deyilir. Bu oldu E. Və Koroğluyam, bu da Xoca Əzizə deyilir. Bu da A. Demək cavab oldu 1 Ə, 2 F, 3 C, 4 Y, 5 də A. Yəni C bəndi. Düzgün cavabımız olur C bəndi. 11. Keçəl Həmzənin qıratı qaçırması qolu ilə bağlı verilmiş fikirlər əsasında tərtib olmuş cədvəldə doğru variantı müəyyən eləyin. Doğrudur, yanlış Y hərfi ilə işarələnib. Baxaq. Sübh açılmağa az qalmış düratı qaçıran Həmzə, xeyr, gecədən biraz keçən kimi qaçır ki, sübh açılana qədər qaçıb qutarsın. Deməli, 1 yanlışdır. Bura yanlış işarəsini qoyaq. Nə oldu? 1 oldu yanlış. Bu boyda Həmzə eyni məkanda iki obrazı alladaraq niyyətinə çatmış olur. Bəli, da bu eyni məkanda dərmanda həm dərmançını alladır, həm də Koroğlu. Deməli, bu doğru fikirdir. Bura Y yazaq, bura D yazaq. İgidliyin 10 meyarının olduğunu deyən Koroğlu bunlardan yalnız birini Hasan Paşanın yerinə yetirdiğini qeyd edir. Bəli, bu da var, doğru fikirdir. 4-də deyir ki, özünü Muradbəyli tərəfdən olan aşı kimi təqdim edən Koroğlu Hasan Paşaya qıratla bağlı kimyager əhvalatını xeyr, elə bir şey yoxdur, yanlışdır. Demək 1 yanlış, 2, 3 doğru, 4 də yanlış, cavab olacaq elə A bəndi. Davam edək, görək 12-ci testdə nə deyilir? Koroğlu 12. Koroğlu eposu ilə bağlı doğru fikirlərin qarşısında qara, yanlış fikirlərin qarşısında ağ rəngli xana göstərilib, uyğunluğun hansı məqamda pozulduğunu müəyyən eləyin. Demək, doğru fikirlər qaradır. Bu doğrudur, bu da doğrudur. Ağlarsa yanlış. Yəni bu yanlış, bu yanlış, bu da yanlış olmalıdır. İndi baxaq. A. Digər qəhrəmanlıq dastanlarından fərqli olaraq bu dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə bir-birindən fərqlənən çoxlu obraz yaradılıb, yanlışdır. Bu da yanlış dediyinə görə doğru sayılır. Çox olduğuna görə yanlışdır. B'dedir ki, şöhrət qazanmaq, varlanmaq, xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun
təbiətinə yaddır. Əlbəttə ki, yaddır. Doğru göstərildiyinə görə bu da doğrudur. C dedi ki, Dədə Qorqud dastanında olduğu kimi bu eposlara demək olar ki, hər qolda xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən şah bəy xeyr, əlbəttə ki, yanlışdır Dədə Qorqudda. Çünki bəylər, xanlar xalqın arxasındadılar. D-də deyir ki, bu artıq düzgün fikir olmalıdır. Koroğlu və onun dəlləri bütün döyüşlərdə qalib gəlirlər. Bu isə haqqın, ədalətin, düzlüyün və doğruluğun qələbəsi sayılır. Doğrudur, bəli. Y-də deyir ki, mövzusunu tarixi hərəkatdan alan dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var. Bəli, var, müstəqil, doğru fikirdir. Amma yanlışa yazıldığına görə, yəni qara yox, ağ rəngdə verildiyinə görə bu uyğunsuzdur. Ona görə cavabımız da olacaq Y bəndi. Davam eləyək, görək sonraki testlərdə nə deyilir. Həmzənin qıratı qaçırması qolu ilə bağlı doğru fikirlərin sayını müəyyən edin, doğruların sayını. Həmzənin xəyanətini Koroğlu heç cür qavraya bilmir, onun namərd hərəkətini anlamaqda, izah etməkdə çətinlik çəkir, bəli. Dərman qarşısındakı diyaloq Koroğlundan fərqli olaraq Həmzənin mənəvi aləmi, həyata baxışı barədə yetərincə dolğun təsəvvür yaratmır, bəli. Qolda az görünməsinə baxmayaraq, aciz vəziyyətə düşdüyünü gizlətməyən xodkar obrazı özünü danışığı və nitqi ilə yaxşı tanıtmağı bacarır, bəli. Adlı sanlı sərkərdələri Koroğlunun üzərinə getməyə razı salan Hasan Paşanı Koroğlu biləyinə dolayır, xeyr. Çünki Hasan Paşa o adlı sanlı sərkərdələri Koroğlunun üzərinə getməyə razı sala bilmir. Bir dənə Bolu bəy, o da qızın dərdindən, o birisi özü gəlir. Bu yanlışdır. Xaraktercə ziddiyyətli obraz olan Həmzə sonda etdiyi xəyanətin cəzasını çəkmir. Bu da yanlışdır. 3 fikir doğru, 2 fikir yanlış. Ona görə cavab olacaq C bəndi. Və davam eləyək, digərlərinə baxaq. Durna teli qoluna əsasən verilmiş hadisələrin düzgün ardıcıllığını müəyyən eləyin. Demək, ardıcıllıq. Birinci hadisə budur. 1, 2, 3, 4, 5, 6, 7. Birincidə verilir ki, Eyvaz Dəmçioğlu və Bəlli Əhməd durna teli gətirmək üçün yola düşür. Bəli. Sonra ikinci hadisəni biz tapmalıyıq. Üçüncü Koroğlu aşıq libasında meydana girir. Koroğlu aşıq libasında meydana girənə qədər bu iki hadisənin arasındakı uyğunluğu tapmalıyıq. Baxaq, burada cavablarda Koroğlu Misri qılıncı çəkib, Gizroğlu bu sondadır. Koroğlu bu gələn Eyvaz gərayisi bu da ondan əvvəldir. Koroğlu Kosa səfərdən Çənlibelə aparan yolların sayını soruşur, bu sonradır. Xoca Əziz qoruqçudan qıratı pulla alır. Aşıq liba, bəli. Bax, bu Xoca Əziz qoruqçudan qıratı pulla alır, 4. Demək, 4 bura uyğun gəlir, 4. Və indi Koroğlu aşıq libasında meydana girdəndən sonra bir də Koroğlunun təpəsinə əmud dəyir. Gizroğlu vurur. Bu iki əhvalatın arasındakı, yəni 4-cünü bunu biz özümüz tapmalıyıq. Görək, bura hansı uyğun gəlir. Burada elə bayaq oxuduq. 3. Koroğlu Kosa səfərdən Çənlibelə aparan yolların sayını soruşur. Demək, 3 bura uyğun gəlir. Və sonra Koroğlunun təpəsinə əmud dəyir. Bir də Koroğlu Giziroğlunu çaya salır. Bu ikisinin arasındakı hadisəni tapmalıyıq. Bu əvvəlkiləri onsuz da oxumuşduq. Giziroğlu qılıncını çəkib Koroğlunun başını kəsmək istəyir. Bəli, bax, bu da 5 də uyğun gəlir bura. Ona görə 4, 3, 5 olacaq. Cavabımız C bəndi. Və nəhayət sonuncu testdə 15-ciyə də baxaq. 15. Həmzənin qıratı qaçırması qolunda Qarı nənənin Koroğluya çatdırdığı xəbərlərdən biri yanlış verilir. Hasan Paşa Həmzəyə bəylik verib, bəli, bunu deyir. Qarı nənə, qoca qadın bunu Koroğluya deyir. Sabah Həmzə ilə Dona xanımın toyudur, bəli, bu da var. Koroğlunun atı dəcəllik etdiyi üçün ona yem verməyin yolunu tapa bilmir. Xeyr, bunu Qarı demir. Qarın bundan heç məlumatı yox idi. Həmzə qıratı qaçırmaqla igidlik göstərib, bəli, deyir. Böyük igidlik göstərib, deyir. Qırat Hasan Paşanın tövləsinə saxlanılır, bəli, bunda deyir. Demək, cavabımız olacaq 15-də də C bəndi. Hələlik bu qədər. Hər birinizə uğurlar arzulayıram.